Ukrayna prezidenti Volodymyr Zelenski, Rusiya lideri Vladimir Putinin 9 mayla bağlı atəşkəs təklifinə cavab verib. Zelenski Telegram kanalında yazıb ki, ABŞ prezidenti Donald Trump'ın komandası ilə əlaqə qurmağı və Rusiyanın təklifinin təfərrüatlarını öyrənməyi tapşırıb. Gəlin konkret olaraq söhbətin nədən getdiyini aydınlaşdıraq. Moskvadakı parad üçün bir neçə saatlıq təhlükəsizlik və ya daha çox şey haqqında söhbət gedir, deyə Ukrayna lideri qeyd edib. O bildirib ki, Ukrayna sülhə can atır və bu müharibənin faktiki olaraq başa çatması üçün lazımi diplomatik işi təmin edir. Təklifimiz atəşi uzun müddətli əsasda dayandırmaq, insanlar üçün etibarlı təhlükəsizliyi və uzunmüddətli sülhü təmin etməkdir, deyə Zelenski vurğulayıb. O əlavə edib ki, Ukrayna bunun üçün istənilən layiqli və səmərəli formatda çalışmağa hazırdır. Qeyd edək ki, Rusiya prezidentinin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakovun sözlərinə görə, Vladimir Putin 9 may paradına qədər atəşkəs elan etməyə hazırdır.